Baş sponsor Unibank. Xüsusi sponsorlar Azərbaycanın kolası Buz Kola, Linux Forte, Halal Neymət Min Bərəkət, Rossmann, sərfəli qiymətə Alman keyfiyyəti, Bay Hollywood, Alfa Xrom. Gülüş insanın ömrünü uzadır. Nə dərəcədə dəqiqdir onu bilmirəm, amma bir şey dəqiq bilirəm ki, insan güləndə dərdi səri biraz yüngülləşir. Elə bil problemlər də biraz adamın gözündə balacalaşır. Amma güldürmək pul istəmir. İnsana ən bahalı hədiyyələrdən biridir. Yəni yaxşı əhval-ruhiyyə verir. Əziz və dəyərli izləyicilərimiz, bugün bazar günüdür, saatlarımız 20:00-ı göstərir. Bu o deməkdir ki, Unibank'ın baş sponsorluğu ilə Zarafat bir yana başladı! Verilişin girişində yumordan, zarafatdan, təbəssümdən danışdıq. Bəli, bu o deməkdir ki, bizim bugünkü qonağımız yumor adamıdır. İllərdir sizin üzünüzü və bizim üzümüzü güldürən aktyor. Bu verilişin qonağını siz həkim kimi, müəllim kimi, molla və bəzən də müdür obrazları ilə tanıyırsınız. İllərdir mənim sənət yoldaşım olan Şirinin Qılmanı, Ulduzun Hamleti və Nisənin Əfruzu çox istedadlı dostumuz İlkin Miskəlli buradadır. Xoş gəlmişsən. Çox sağ ol, Nizar. Salamlayıram sizi. Elxan, necəsən? Gələn kim Kənanla görüşüm, elə münasibətim var Kənanla. Belə uzun müddət münasibətim olmayıb. Bayaq tanış olduq. Çox şirin adamdır. Verilişin gedişatında görəcəksən necə adamdır. Qardaşım da çətin günlər gözləyir ki. Aysə. Uğurlar arzulayıram. İlkin mahnını gördün. Hansı mahnı? Sənin o girişində mahnı var idi. Xarici. Hə, bax, imno sənə görə sənin ən sevdiyin mahnıdır. Ən sevdiyim mahnı tiplərindən biridir. Biridir, aysə. Bəli, Amerikan mahnıları. Çox Necəsiz, nə təşsiz, nə var? Yaxşı, ay qardaş, sən nə edirsən? Baxıram, izləyirəm. Mən də sizə baxıram, izləyirəm. Öpürəm. Saç düzümünüzə görə kimə təşəkkür eləmək istəyirdiniz? Saç düzülmə görəm. Mən də sizə bir dənə sual verim. Heç belə birimizə bənzər qonağımız olmuşdu. Yox. Yəni, üç dənə üç kimsələr başlı var. əjdaha. Eyüp Yaqubov var idi bizdə. Ay, onda bir balaca olsa var. Bir balaca olsa var da, amma sırf Amma belə olmur. biz bu dəqiqə üçümüz də bir-birimizə oxşuyuruq. Bilirsən nə deyim ki, səhər tezdən oyanırsan, soyuducunu açırsan 3 dənə yumurta qalır. Neyiniyim bunlardan? Bir də ki, o Novruz bayramından sonra qabın dibində 3-4 dəfə fındıq qoz qalır. Oyu. Məsəlçində deyirəm, məsəlçində deyirəm. Keçəllər belədir, keçəllər belədir. Keçəllər, hə, keçəllər bir mələklərdir də. Hə, yazdı. Bir mənbəydir. Xoşuma gəlir, o söz deyir, keçəllər də bir mələkdir. Yağışın yağmağın birinci olar hiss eləyir. Ayda. Adamın yazığı yağır. Doğrudan Necə elə yağışı? Günəşi də birinci O da biz hiss baharda eləyir. oturmuşdu. Kimsə deyir ki, yağış atır. Birinci bizə düşür o. Hə, lan, tutum atı deyir, yox. Ha, deyirəm yağış yağır, yox. Biz Yağış bir elə- saat əvvəl bilirik. Yağış elə göydən çıxmayıb bizə düşür ki. İnşallah dəvət üçün çox sağ olun, Nicat. Buyur. Ürəksə, biz hər gün bir yerdəyik. Sizinlə çox xoşdur. Mən açığı deyim, biraz o verilişlərdən qaçıram. Özüm də bilsən də çox getmirəm falan və s. Amma siz təklif eləyəndə sevə-sevə gəldim. Özü bayaqları Emilə demişəm, ölüm gülmədən. Deyirəm, gedib köynə ilə şalvarı sər-sər almışam. Necə qaçmışam ora, vermişəm dərziyə ki, tez bir dənə bunu yox, məsuliyyətdən Sırf hazırlaşıb görürsən. Bəs yaxşı. Sən bilirsən ki, bizim verilişdə hesab bağlamaq məsələləri var, hesab vermək. Bugün nə qədər pulla gəlmisən? Cibində də ola bilər, kartında da ola bilər. Bir dənə xahiş edirəm, cibindəki pulları göstər. Gözlüyümdə çox azdır, kartdadır. Mən sizə bir söz deyim, kartımı da itirmişəm. Allah, kartı. Canımsı itirmişəm. Nə demək istəyirsən ki? Yox, mən Nicat bilirdim mən. Bilirəm, Məsələn, kartı bilməm kimə verdim. Bir dəfə dükandan yığdılar ki, ilkin mənim kartım qaldı. dükanda qalıb. Səhər getdim götürdüm.
Sonra hansı dükana vermişəm, nə etmişəm orada da qalıb. İlkin nə demək istəyirsən? Yəni bunu pul Yox, vermirsən yüklü- də. Evdə telefona application yükləmişəm, yükləmirsən, application. Application, dinən? Application. Application, haysa. Var burada. Onda ödəyə bilərsən də telefonu özü ilə. Mənim gözüm üstə. Olmasa dostlarımdan borc alacağım. Burada nə var ki? Maşallah, Yığacağım. nə qədər dostum Da bütün gün ay üçün qulluğundayam deyən dostlar var. Hani hansı gün üçündür? Haysa. Mən bir də üzr istəyirəm, bu saçaq pendiri gördüm. Yəni, nə qulluq eləyə bilərsin? Saçaq pendiri gördüsə ki, nə? Özü bilir də. Hə. Bu nə ilə? Nəysə. Nəysə. Qaydaları dinlən, başlayaq. Qaydalarımız nədir? İlkin, sənə bu gözəl gənclər suallar verəcək. Sən o suallara cavab verəcəksən. Verilişin sonunda sənin səmimiyyət faizi ölçəcəyik. Əgər tamaşaçılar düşünsə ki, sən səmimi idin, göy işarələri qaldıracaqlar, qeyri-səmimi qırmızı işarələr. Qırmızı çox oldu, dostdan xahiş eləyəcəksən ki, qardaş, bir dənə bu masaların hesabını kömək ilə bağlayaq. Biz dost görürük. Bizə aidiyyət Siz də biraz az yeyin də, indi həyatda bilmək olmaz. Yox, artıq sifarişlərini verir, veriblər, onlara da demək olmaz da. Göy işarələr çox olsa, Nicatla biz özümüz həll eləyəcəyik hər şeyi. Və hansısa suala cavab vermək istəməsən, həmin o masanın hesabını bağlamaq məcburiyyətində qalacaqsan. Mən şotu versəm, Hə. solda qalanlara paket eləyib apara bilərəm də. 100%. Çünki bunu axşamı var, sabahı var. hamının qabağına. Hə, nə olar ki? Ay üçün, bir də üzrüstən, bayaq şeyə baxdın pendirə. O pendiri göndə ilk ağlıma nə gəlir? Buradan da çıxıb başqa bir işə geyinsin deyə ola bilər. Yolda atışdıram. Hə, sən Bax, pendiri gördün. Hə. Ağlıma ilk nə gəlir? Nə söz gəlir? Pendiri Hamı görməsən, onu işlədir də, hə? hamı. Bu ilə, bu pendirlə. Hə, o şey hamle. Bu dəqiqə, bu saçaqlı pendirlə, bu yayın istisində buz kimi, nə? Nə gedər? O birisi sonra təxliyə edərəm. Gənc model, nəğməkar şair, Hətta. gözəl insan. Hər birinizi salamlayıram. Xoş gəldiniz. Xoş Özünüzü gördük. təqdim edin. Mən Səid Bağırzadə. Bəhram Bağırzadə ilə nəsə qohumluq yoxdur. Dəqiq bilmirəm, mən soruşmalıyam evdəkilərdən. Haralsız? Masallı. Yoxdur. İlkin bəy, mənim sualım sizə deyil. Əlixan bəy də deyil, Nizat bəy də deyil. Mənim sualım Orada sualım var ki, çöldə kimə verəsən deyil. Nə gəlmişsən? Bizə qonşusundan söz soruşmaq istəyir. Bizim vasitəmiz. bileyim. Mənim sualım uzman Qılman Hocayat. Qılman Hoca, son zamanlarda müşahidə etdiyim simptomların etimologiyasını dəqiqləşdirmək üçün diferensial diaqnostika çərçivəsində hansı laboratuar və instrumental müayinə aparılması məqsədə uyğundur? Həkim adam da bilməlidir qılman bunlar. Mən üzüm, nəyə nətər baxıram? Nətər? Diferensial diaqnostikasında laboratoriyada bəri necə baxsınız? Gəl bura. Yaxından bir dənə onları Bir yer bəri dur. Sən mənə bir aydın, rahat formada dinlə, sən nə demək istəyirsən? Dinən. Son zamanlarda müşahidə etdiyimiz simptomların etimologiyasına Müşahidəyə görə əladır, ora kim başa düşürəm. Ondan sonra nə? biraz terminlər çoxdur. İndi siz doktorsunuz, Hə, doktor buyur, terminlərdir. Buyur, mən də bəli. sənə qılman kimi cavab verim, buyur, amma tələsmə. Diferensial diaqnostikasına. Diferensial nədir? Bəs mən də sizdən soruşuram da, doktor sizsiz. Avtomobildə olub Diferensial. Dinamo. Ay, avtomobildə gör başım çıxır. Çox da düşəm, Çox da gücənmə. Çox da düşəm. Sən zamdan rahat dilən nə deyəcəksən? Diferensial diaqnostikasında laboratoriyada və instrumental vəziyyətdə necə baxsınız, necə məsləhət görürsünüz? Nətər baxıram deyəni, bax belə dönürəm, belə baxıram. Ey toba, mən nə başa düşdüm, sən nə dedin axı? Instrumental nədir bu, klarnet çal alətdə? Texniki instrumental. Canım üçün mən bilmirəm nə deyir. Bir yüz başa düşsəm Mən bilirəm, məhkəməli o qılmana verib də o. Qılmam mən nə bilim sən nə dedin? Bu dəqiqə ürək patlayacaq. Diaqnostika nədir, maşınla bağlıdır, nədir axı? Tip sahəsində bilinmə diaqnostikanı. Bir dənə də təzədən ver o sualı. Sən ölənlərin görə tələsmə yavaş-yavaş, mənə də təntid etmə. Deyinə. Son zamanlarda müşahidə etdiyimiz simptomların etimologiyasına diferensial diaqnostika, laboratoriya və instrumental vəziyyətdə necə məsləhət görürsünüz, necə baxsınız? Nəli verməyəm? Öpürəm səni, Allah Amma saxlasın. sualımı cavablandırmadınız. Masanın Hesabını verir. Düqranaq, demənlidir o. bəs niyə çətin suallar seçmişik? Orada Sən mənə bilsən belə yaxşı sual bilirsən. Məndə dağ balı var, hazır satırım xəstələr üçün. Sən məndən belə interesli bir müalicə zatlarını soruyor. Sən canım üçün başa düşməm nə deyirsən. Ya bir gün vaxt elə gəl uzman qılman ocağın qəbuluna, otağıma. Xırda mənə dinən mən də sənə baş salım da nə demək, bu nədir, cavabı nədir? Oldu Belə başa qılmanca. düşəm. Öpürəm. Sağ ol. Keçən dəfə biri mənə deyir ki, patologiya. Mən patoloq ustasıyam, mən nə bilim patologiya.
Vermir də, vermir. Gəlir sualda ona görə mən cavablandıra bilməyəcəm. O qaldı mənim boynumda da masa. Yox, sən cavablandırmaq istəyirdin, amma verə bilmədin cavabını. Vermə deyəndə bu sualı özüm başa düşmürəm. Biri var istəmirəm, yox mən bu suala cavab vermirəm. Bəli. Sən vermək istəyirsən, amma başa düşmürsən Mən sualı. suala cavab verməyə hazıram. Sualın özüm başa düşmürəm. Yox, Onlar qardaş bir 10 dəqiqədən sonra onun biraz yumşaldılmış formada mənə desin. Olmasa Qılman Hoca ödəyəcək hesabı, sən yox. Qılman Hoca. Qılman Hoca da hara fırasa məndən alacaqdı. Bilmirəm də indi. Qılman Hoca'nın pulu var, xəstəsi yox, bir şey yox. Ayda. Yazın, O indi hardadır? sınıfda müalicə eləyir. Əcəmidə bir də oturub istidə. Allah bu iyi. Manatdan müalicə. Ağzının üstündə dəkilər. Həri. Allah. Görən sən vararam. Bizlə xızıya çəkilişi ağıza gələn səni bir günə qoyarım. Ərxan Nizat bilir də bu çəkiliş edir bizim elçilər serialını. Demək orada bir məkan var, çayxanadır. Çayxana da and olsun Allah. Bu daydadan başqa heç kim gəlmir orada. Özü açır. Dayda da sahibidir. Hə, dayda da sahibidir. Bizi aparırlar orada çəkilişə Nizatla məni. Kurupunu da ancaq ağaca gələn düşür. Sənin payındır. Amma paxıl olma ya. Arıda verərsən, əfruz da geyinsin. Neçə bravo, 600 mata corab. Möhtəşəm. Sənindir. Mama çorab nədir bəs? Kül başıma gicə. Az nəyi pisdir ki? 600 mata bir dənə corab aldın. Varlısan sən. Ona buna bax. Zuray da yox şeydə. Zuray kimdə? Pişiriyoruz ekran qabağında hamı belə-belə ekran. Rayondan qaydanda Başımdan belə-belə başlar çıxmışdı. Canım üçün, utanıram gəlib oturmağa. Burada oturmuşam. Gəlir, qonur, gedir. Onun çıxmağını hiss edirsən. Xırda-xırda çıxır. özdə 2 gün sonra şişirir bura. Həmən an yox, 2 gün sonra. Hamı pis günə. Davanbaşı ilə qaşıyırdım başımı. İlkin bildiyim qədər Canun Şirin, tez-tez sən, Qılman, hamımız bir yerdə, bütün Hamlet, bütün obrazlarla bir yerdə tez-tez səyahətlərə çıxırsan və sənin sevmədiyin səyahət, sevmədiyin ölkə olsa belə bizim baş sponsordan, Unibankdan sənə hədiyyə var ki, istənilən səyahəti sənə sevdirəcək. Gəlsin zəhmət olmur. Bildiyim qədər bu yaxınlarda Portofino'ya uçursan İtaliyaya. Burada sənin kartın var. Bu kart nə kartıdır? Soruş məndən. Nə kartıdır? Bu kart Unibank'ın Mastercard Black Edition və Mastercard World Elite kartlarıdır. Bu kartlar sənə nə verir? Səyahətə gedirsən qardaş, sən dalınca maşın gəlir, qara maşın gəlir. Səni evdən götürür, aparır səni hava limanına kimi. Ondan sonra hava limanına gəldin, çatdın, heç bir növbə gözləmədən, cəmaət növbədə durursan belə, növbədə gözləmədən keçirsən. Dünyanın 135-dən çox hava limanında, lounge zonalarında istirahət edirsən, öz uçuşunu gözləyirsən. Uçuşla da bağlı nə problem yaşansa, nə sualın olsa, konsiyerj xidmətinə 7-24 yaza bilərsən. Kart sənindir, səyahətdəki sevdiyin olacaq. Çünki Unibank sənin bankındır. Təşəkkürlər Unibank. Çox sağ olun. Salam, xoş gəlmisiniz. Salam, çox sağ olun. İlkin bəy, sizə ünvanlayacağım sualı Özünüzü təqdim eləyin, hardan gəlmisiniz? necə gəlmisiniz? Necə gəlmisiniz? Nəyə gəlmisiniz? Adım Zəhradır, Zəhrə xanım, hardan gəlirsiniz? evdən. Ev hansı tərəfdədir? Dəqiq ünvan zəhmət olmasa. Nizami rayon, Nizami. Bakıdan. Evin çıxarışı var. Bəli, 100%. Onu gətirmişsiniz. Neçə kvadrat yazılı? 120 kvadrat. Kvadrat çöldən ölçülür, içərdən. Adətən indi o işdə də baxırlar axı. Buyurun. İlkin bəy, sizə ünvanlayacağım sualı Dolay yoluna Nicat bəy də ünvanlamış oluram. Hazırda ölkədə gündəmdə olan Bizim Eltilər adlı serialda siz qadın obrazını canlandırırsınız. Qadın paltarı geyinən kişi aktyorların don geyinmələrinə burada nə var ki demələri sizcə don geyinmələrinə don geyindirmək deyil. Siz bu məsələyə necə baxırsınız? 10 ildir giyinirik artıq. Bir şey yoxsa da getdim gördüm bir bərbəri. Təkrarlayın Don tezdən. giyinmələrinə necə baxıram? Qadın paltarı geyinən kişi aktyorların Bəli. don geyinmələrinə burada nə var ki demələri sizcə don geyinmələrinə don geyindirmək deyil. Siz buna necə baxırsınız? Yəni bax biz giyiniriksə deyirik ki, burada Yəni nə haqq var ki? qazandırırsınız da Burada özünüzə. nə var ki? Mən Aktyorum. belə deyim də, tam ciddi deyəcəm. Məsələn, adam var ki, bizim kollektivdən də olub, Bozbaşın vaxtında da olub, dostlarımızdır.
Məsələn, deyib ki, mən geyinmərəm. Bəli. Bir çox Amma aktyorlar var Nicat ki, da mən də geyinmişik. Yəni biz onu belə deyim də. bizə yaraşır da ki. Birinci Nicat geyinib, Nicata da mən geyindirmişəm o vaxt. Paltarı da. Mən ona pis baxmıram. İndi də bizim eltilərdə mən onu belə deyim də, sevə-sevə oynayırıq və orada can qoyuruq ki, o sevilir. Biz onu suyunu oynasaq, ay utanıram, ay nahaq geyindim, o effekti də olmaz. Və mən həmişə belə deyim də, sənətinə dəyər verib, sənətini sevib bu sənətə gəlmişəm. Allah rəhmət eləsin bizim böyük sənətkarımız Yaşar Nuri. Məsələn, mən onu oradan-buradan tamaşasında... Rafael Dadaşov. Rafael Dadaşov, Allah rəhmət eləsin hər ikisini. Geyinəndə görmüşəm və sevmişəm. Çox da qəşəng oynayıblar. Əsas o da qəşəng oynayasan, o xarakteri yaxşı oynayasan, düzdürmürəm o obrazı. Belə ki, yaraşır da bizə, yaraşmır. Ada niyə yaraşmır ki? Yerə soxun boy. Sənə yaraşmır, kimə yaraşır? Asası giymirik ki. Kül başı Kül sənin var, başı var. yüzük lampa. Öl elə, öl. Partlayırsan ki, Keçəl qaban, keçəl qaban. Ürəyiniz dağılır, partlayır. Nələr deyirsən? Nüş partlayırsınız ki, bacı. Ay antilop. Antilop. Ay yazı. Belə deyirsən antilop. Ay nəsli kəsilməkdə olan fil. Bir dənə dişi çıxırıb, nə uzunda elə bir hamam duşudur. Şöyle başı var. Az mən. Əlbəttə sən. Ay Burada kim var ki? yazıq, ay yazıq. Köhnə Sovet vannasına oxşuyursan. Nossa, Gedəcə bax, bunun da çizgidə. propkası bir lüp. Ha, lüp. Propkası Ay çürük. sənə lüp Sən səndə nə oxşuyursan, sən. kim Lüp daha səndə. lüp, ha? İnanırsan. Qoşun da bizə. Necə Bəlkə baxır? Əlxan da gəlsin bir üçüncü bacı kimi bir obraza. Ölərəm, girməkdən. Üçüncü gəlin kimi. Üçüncü. Əlxan, doğrudan qadın paltarı giymirsən hansı bir filmində? Yox, geyinməmişəm. Geyinənlərə də pis baxmıram. Amma geyinmərəm. Amma geyinmərəm. Giymirsən axı. Yaydı sezonda geyinmişəm. giyinsin, indi giyin. Nədir də eşitmədim. Qışda baxma, altdan soğuk piliyir. Mən bir dəfə o qadın paltarı ilə bağlı xanım bir də cavab vereyim. Bir dəfə buğlamanın çəkilişindəyik rayonda. O hadisəni danışsan. Uzqar bir kənddir. Oyda, hə. Demək, o qədər soyuqdur ki, yəni kamera atır. Operatorlar bitər, çöldə bir odun qaladılar, uşaqlar ayaqqabılarını qurudur, əllərini qurudur. Nicatla mən getdik, bir dənə qapıya döydük, belə balaca evdir. Dedi, qapını açarın, yəqin ki... Qadın paltarındasınız. Nicat qadın Mən qadın paltarında, paltar. Nicat ulduzdadır, mən Hamletdə. Hə. Qapıdan bir xanım çıxdı, dedi ki, yəqin baxır da bizə izləyir. Heç bizə izləməmişmiş, elə bir keyfirdə bizə baxmayıb da. Qayıtdı ki, xanım, onlar ölürük soyuqdan, biz burada çəkilişdik. Çəkiliş sözü də heç tutanmadı, nə demək istəyir, çəkiliş deyil nədir? Onlar 5 dəqiqə qızınaq, biz çıxaq. Qayıtdı, yox, mən olam. Yoldaşım evdə yoxdur, bu bacı gələ bilər, amma sən yox. Allah haqqı. Nicat girdi içəri, peçin qırağında mənə verir öyle şeyler. Mən də çöldən belə yekə kişisən ha. Nə baca la, gərim arvada. Elə bir doğrudan da qadın ha. Arvadla axırda çıxdılar, çox sağ ol anam, bu da çox sağ ol bacı. Arvad tutanmadı ki, bu kişidir. Sonra bildik doğrudan bizi tanıdı. Bildi ki buğlama. Hay o sonra desən uşaqlardan da kimsə girdi ha, ya zarı gidiyor. Bir dəfə də Nicat ulduzu geyinir, demək çöldə çəkilir. Nəsə içəridə dəyişməyə yer yoxdur. Nicat keçdi maşının dalına, kapron kalkotka giyinir. Bir dənə kişi gəldi, salam Qadın gəldi. paltarı giyinmişəm, kalkotka qalıb bir dənə. Yox, tam giyinməmişdin. Parik qoymamışdın. Amma qadın paltarı- hə, kapronda, Kapron hə. giyinirdin. Gəldi belə, Nicat, sən bir sən çox istəyirəm, belə aycan. Sən heç vaxt qadın paltarı geyinməmsən. Yəni də o Kapronun biri geyinib, biri də buradadır ya. yəni belə qaldı, belə əlim belə qaldı. Kişi Yəni də. tutanmadı, o kaprondur nə deyim. O dəfələrdə xızı da bizim eltlər seriyanın çəkilişində tam formadayam, parik falan, rumiyana, pamadazat. Dayanmışam, vallahi olan şeydir. Bir kişi yaxınlaşdı, dedi, salam bala salam. Sən filan kesin quzuydun da, hə? O şey, Allah'ım dedim, ya yox, aktoram mən. Yenə də çatmır ki, bu nədir? Yəni Yəni belə xanım- hadisələr gəlir başımıza, amma mən deyirəm, mənim fikrimdir. Mən aktoramsa, mən onu giyinmişəm, giyinirəm, giyinəcəm də. Ona əgər obraz tələb eləyirsə, niyə də yox, ha? Buyur, sözünü deyim. Əsas o da suala cavab verə bildik də. Bəli. Amma Bir mən də, hə, buyur. Amma mənim bir dənə də sualım var. Buyurun. Maraqlıdır ki, siz qadın olsaydınız, ilk edəcəyiniz şey nə olardı? Bu dəqiqə Sibirizdə villa tikirdi. Hərəkət olsun. Vallahi bilmirəm axı, təsəvvür eləmirəm birinci nə edərdim. Şah doğardın ondan. Nə bilim, necə o Həmən qadın? günü. Nicat, sən qadın olsaydın nə edərdin? Mən şəxsən qadın olsaydım, ikisini doğub yerimi bərkidərdim. Mənə. Mən bir şey deyim, amma qadın olmaq çox çətin olardı. Çox ana, uşağa baxmaq, o işlər falan
Çox çətindir, vallahi. Nicat elə danışdı, elə bir mana deyir. Görürəm də, görmüşəm də. Bir dənə qadınları alqışlayaq da, xahiş edirəm. Azərbaycan qadınları gözəldir, mərddir, seviləndir və yaxşıdır Azərbaycan qadınlarının arasında ilkin miskərli kimi qadın yoxdur. Bəli. Və olmayacaq. Qətiyyən, niyə olsun ki, mən kimi qadını? Nicat kimi, mən kimi və ilkin kimi. Bəli. Amma Əli Xasan Bəxtunu oynamamışam. Sən olub da o hansısa bir filmdə ya obraz. Hansı filmdə? Semiçka istəyirsiniz. Aha. Qeybət qırısı. Hə. Kimsən? Yox ki, başıma bir dənə yaylıq at. Bəs eləyirdi o. Cadugarda olub o. Elə mən də yaylıqla başladım, ha Elxan. Məsəl üçün, mən My Name is İntiqamda Syoman oynamışdım da, Ha, Syoman. o partlatdı. Çox şirin idi də. Məndən sonra nə qədər Syomalar oynadı və iyrənc oldu. İyrənc oldu. Hə, onu deyirəm. Belə qabartdılar onu belə. Sirkili iyrənc oynamayasan. Qədərində. Qədərində incədir də, yəni onu biraz belə eləsin. Duzda edirsən sən. Onu sən Syomaya baxmısan da yəqin İntiqama. Valla yaxşı da baxış verdi, yaxşı da izlənildi. My Name is İntiqam filmi. Hə, Bizim dostumuz. Emil çəkib. Çox istedadlı dostumuz. Müşfiqlə. Emil Abdullayev, rejissor. Özü də burada da alqışlayaq. Geri gəlmişkən, belə söhbətin bu anında Emildən söhbət düşmüşkən, çox istedadlı insan, işinin peşəkarı, Emilin doğum günüdür. Onu alqışlayaq. Təbrik edirik. Onlar tortu mən kəsimimiz üstürəm. Mən Bıçağı özəl bir özümdən gətirmişəm. Miskəli evdən gətirib bunu. Evdən gətirmişəm bunu. Tortu da... Alqışlayaq. Tortu da Əfruzla Nisə pişirib. Səhərə kimi. Xəmirin bu yoğurub. Ağzın şirin olsun dostum. Təbrik. Emil, səni təbrik edirik. Həmişə sağlam olasan. Amin. Həmişə belə gözəl partladan nə verilişlər var. Sənə arzulayıram ki, heç vaxt yorulmayasan. Təbii ki, birinci arzum odur ki, sağlam olasan həmişə. Əsas sağlamlıqdır. Bəli. Heç vaxt yorulmayasan və həmişə o ən yaxşı layihələr eləmisən, ən gözəl layihələr, danışılan, partladan, filmlər, reklamlar, verilişlər. Onun davamı gəlsin. Amin. Evet, yayda inşallah bu yay. 3 başlı Əcdaha adlı bir də film çəkək, komediya, partladaq. 3 dənə baş nəqd elə burada. Başqa başaqlar məsələn. Sən arzu olursan, Elxan? Bugün tanıdım, həmişə eşidirdim sizin haqqınızda. Emil bəy. Nəhayət ki, biz canlı görüşdük. Mən sizə işlərinizdə uğurlar arzu edirəm. Yaxınlarınızla... Yaxından görmək necə istəyir? Həyəcanlıdır əslində. Bu tərəfini tərləyib. Yaxınlarınızla, doğmalarınızla uzun, gözəl, xoşbəxt ömür yaşayasınız və varlı olun. Sağ olun, Ayxan bəy, sağ olun. Çox sağ olun. Nicat, sən ilkinlə tez-tez rayonlarda çəkilişdə olursan, Bəli, yol çıxırsınız, artıq yol 10 ildən yoldaşlıq çox. eləyirsiniz, maşallah. İlkinin bir müsbət tərəfini, bir də mənfi tərəfini deyə bilərsən, cəhətini. Mənfidən başla. Mənfidən başlayır. Mənfi tərəfi danışır. odur ki, ilkin çox gec yatır. Vaxtında durur, Yox, durmağına. gec yatmağından sənə nə? Necə biz bir yerdə çəkmə narahat oluram, gözləyirəm, ay için tez ol. Və gec durur. Bu adam aşağısı saat yarım hamamda olmalıdır. Sən saat yarım hamamda Kimi? gedirsən. Hər Saçın gün. yox. Zanlıya girirəm. Nə bilim, mən o bilirdim. Yəni həmin o saat yarımı mən eyni vaxtda dururuq, o heç. Mən gözləyirəm. Yəni ilkin də oradan da çox təmizkardır. Yəni həddindən artıq. Yəni bunun şahidiyəm mən. Hə, özünə baxandır. Yəni o dilləri qadınlar özünə yox. Kişilər də özünə. Hadi 15 dəqiqə olar da saat yarım Hə, mən nədir? girdim Saat ora. yarım nə edirsən? Ancaq çimirəm. Hə, ancaq suyun altında çimir, ancaq çimir. Doğrudan belədir. Hə, biraz gecikməyim var. O da valla özümdən asılı, məsələn, olmayan şeylərdir. O da çimməyin gecikməyidir də. Yəni o təmizliyin Hə, gecikməyidir. mən məsələn bir yerə tələsirəm. Elə bir ki, nəsə olmalı ki, mən oraya gecikəm. Ya liftdə qalacağam, ya interesli bir dənə tıxac olacaq, orada qalacağam. Ya nəsə olacaq ki, mən gecikim də ora. Məndə var o. Amma bir dənə söz belə bir deyim var. Kişi nədir özünə baxmaq nədir? Nə kişi meymundan biraz fərqlənsə yaxşıdır. O qədər. Yəni bu nə fikrin nədir? O nə deməkdir? Kişi meymundan biraz fərqlənsə yaxşıdır. Kişi yəni özünə baxmamalıdır. Niyə baxmamalıdır? Meymundan kişidə nə oldu? Durmuluğun bir istəyən o meymun yaradar da. Ay sağ ol. Kişi özünə elə də baxmır. O təmizlikdir, onun fərqi nədir? Kişi, qadın təmiz. Gigiyena var da, əsas gigiyena. O müsbət cəhət nə idi? Mənfini bildik. təmizliyin. Hə, elə. Adam var ki,
Onunla yanbayan belə deyən bir söhbət eləmək istəmirsən. Bilirsən ki, bu adam özünə baxmır, baxan deyil. Adam var ki, ondan söz soruşmaq istəmirsən, birdən əlini belə göstərər. İlkin özünə baxandır, təmizliyinə riayət eləyəndir. Elədirsə, ilkinə bir tövsiyəm olacaq. İlkin, bizim sponsorlarımızdan biri Rossmanndır. Rossmannda şəxsi baxım məhsulları, qida məhsulları, körpə və uşaq üçün məhsullar, hətta kişilər üçün, kişi baxımı üçün məhsullar var və ev üçün istədiyiniz hər şey var. Misal üçün elə bu Damol. Damol yuma öncəsi ləkələri təmizləyən spreydir. İnatkar ləkələrin yuyulmadan öncə təmizlənməsinə effektiv kömək eləyir. Oksi güc tərkibi sayəsində yağ, qida və gündəlik istifadə nəticəsində yaranan ləkələrə qarşı təsirli nəticə göstərir. Zəhmət olmasa bizim sponsorumuz olan Rossmanndan hədiyyələr gəlsin bura. Bu sırf sənin üçündür. Sağ olsun Rossmann, təşəkkür, Kişi çox sağ baxım olun. məhsulları var orada. Bəli. Əsl elə mənlik olan şeylər. Bəli. Təşəkkürlər Rossmann. Deməli İlkin, biz səninlə bir rubrik eləyəcəyik. Səni müxtəlif situasiyalara salırıq, sən isə o situasiyalardan improvizə eləyib çıxmalısan. Buyur Nicat. Ev satmısan? Hə. Alan adam yığıb ki, bu qonşunun səsi bizim evin içindədir. Hər şey eşidirik. Sən də güya yasdasan, arxada molla danışır. Məsəl üçün mən zəng edirəm sənə. Alo İlkin qardaş, salam əleykum. Salam Ay əleykum. qardaş, bu evi satmısan, əla, gəldik, bəyəndik, qiymətlə razılaşdıq. Amma bu qonşunun səsi bütün evin içindədir. Bu nə deməkdir? Siz hardasınız? Gəlin bir əmcan qılın da buna da. Qardaşım, mən üzr istəyirəm, sənin boş verdin. Mən indi yas yerindəyəm. Bir saat yarım çıxım gəlsəm olar. Yox, saat yarım gecdir bu. Bil haqqi əmduli mət şəbəzülü şibi. Eşidirsən qardaşım, molla qışqırır mənim üstümə, qurban olum. Mən ad boy verməliyəm. Yaxşı qardaş, birazdan yığaram. Yaxşı. Mən balam ad boy vermirsənsə, səni uzadıb mərhumun böyrünə. Qardaş, sənə görə mən... Aeroporta tələsirsən İlkin, yaxşı. təyyarəyə çatmalısan, maşını vurmusan, günah səndədir. Demagog adama ilişmirsən, deyir mənə təzə maşın al. Ay qardaş, sən neynədin? Görmürsən ki, keçirəm mən sağdan. Yekə oğlansan, nə oldu bala? Bildimi, əmi, mən aeroporta gecikirəm. Mən gedim gəlim, xaricə getməliyəm. Sənlə nədir görüşüm verəmdə. Bildimi, bu təzə maşındır. Mən dünən almışam bunu qurbam. Nə əzəb-əziyyətdən vurdum böyrünə əzizdim. Mən neyniyim? Vurdum böyrünü əzdim deyəndə sənin maşının sağı da əziydi, solu da əziydi, dalı da əziydi, qabağı da əziydi. Bunu sən elədin də, fakt təzə elədin də. Bilmirəm, indi kimi çağırsan, yönləndir. Apar bunu düzəltdir. Dubaya gedirəm də, oradan yaxşı pulla qaydacam, qardaş. Gedim gəlim, mən sənə verərəm də 5-dən 3-dən. 100%? 100%. Pəki, mən də sənə gedim Dubaya. Yox, məndə orada biznes, sən nəyə gedəsən? Nə biznesdir, nə pulla qayıdırsan. Məndə biznesdir, duxu vurub gətirirəm. Restorandasan, oturmuşsan, sənə çox hesab gəlib, 100 manatdan çoxdur. Sən də hesabı ödəmək istəmirsən, administrator da sənə deyib ki, ödəməlisən. Salam əleykum. Qardaş, hesabı ödəmirsiniz. Bu hallar yaxşı hallar deyil, yəni. Bildim, qardaş, mən nə yemişəm ki? Bu nə səs? Nə yemişəm? Çataqlı pendir yemişəm, limon sıxmışam üstünə. Bir bakalda meyve suyu. O meyve suyu elə bilsin boğazınızda qalıb, boğazınızda bu. Xeyr, mənim o azı Şamaykan yandırdı səs tellərimi. Şamaykan da özümlə gətirmişəm. Bu niyə 100 manat olmalıdır ki? Qardaş, maşının pulunu nətər eləyirik? Mən maşını almalıyam da özümə, yox. Böyrünü aparmışsan maşını. Bayaqçı maşındır bu. Alo, ay üçün mənim. Bu qonşunun səsi, bir abısırıq, gəlim bunu bir şeylə. Qardaşım, mən bastırırıq, bir dənə bunu bastırırıq, sən... Uca bastırırsınız. Nasıl doğuğa da dağıtdım üstümə sənə görə, qardaşım. Sən qurban, biraz səbirli ol. Sən nə istəyirsən? Deyirəm Şamaykanı da özümdən gətirmişəm də. Neyinə mənliyəm mən? Ödəməlisiniz belə. Sən də maşının bildim də. Deyirəm ki, hər tərəfin əzizdir də. Sən özün də... Sən sığortaya zada zən vurmalısan ya yox? Yekə kişisən, yaşlı kişisən. Sən şəlatan vaxtındır mənə. Əllə danışmayayım. Nağar təpi ilə danışım. Saqqal adamsan da belə də deyirəm, belə də deyirəm, başa düşmüsən də. Qurban olum, sən də tutar da yaslıyam. Ay gəl, qurban olum ya. Qardaşım, gəl doğuğa içək, bir-birimizi başa düşək də. Doğrudan. Konumat gəlirəm. Kola verim. Qoy gəlim səni götürüm. Buzkola? Buzkola. İlkin evsiliyə ağsaqqal kimi çağırıblar səni. Oğlanı tanıyırsan deyə xeyir dua vermək istəmirsən. Mən sizə bir söz deyim. İndi biz elçiliyə gəlmişik də. Bir ağsaqqal. Amma bu oğlan biraz münasib oğlan deyil. Necə münasib oğlan deyil? Mənim oğlum deyil. Onun internetdə biraz şəkilləri zadı var. Mən səni ağsaqqal bilib gətirmişəm bura. Nə ağzına gələn danışsan? Ağsaqqal, sən internetə girirsən,
Yox, görürsən sən oğlun yeriyəndə biraz yanvar, fevral yeriyir. Yəni Nə yanvar fevralı? Ola bilər də. O vaxt yıxılıb bir ayağı sınıb. Yüngül belə sezilir də onda. Bildim də, sən elin ağsaqqalı kimi çağırmışıq, biabır Bəlkə eləyəsən. ailəsinə yaxşı baxacaq. Yanvar fevral. O yermə ilə deyil ki. Bildim, mən deyim, bunlara nətər başlayalım ki, bunun oğlu Fəridir. Ay qardaş, gəl bu qonşuların bu nədir? Sən də tullanmağın dalıyca da qonşular. Çürütdün ömrümü, günümü. Ha, səs güydən bir otura bilirəm, mən yatmaq istəyirəm, mən insanam, xəstədəməm. Qardaş, maşının pulunu nətər eləyirik? Əmi, sənin başıma dönüm. Dedim axı, mən bir dənə gedim Dubaya. Telefondan niyə danışsan? Mənlə danış. Maşın burada sən əlində. Hala boş-boşuna konturum gedir mən də bir. Mən də boş-boşuna konturum. Salam, xoş gəlmisiniz. İlkin bəy, vaxtı ilə bir aktyor kimi çətin vəziyyətdə olmusunuz. Pulsuzluq, işsizlik. Demisiniz ki, Bozbaş Pictures-də çəkiləndən sonra həyatım dəyişdi. Maddi vəziyyətim biraz düzəldi. Bəs siz necə? Özünü təsdiq etmiş və tanınan bir aktyor kimi çətin vəziyyətdə olan aktyorlara dəstək olmusunuz? Yəni elə bir aktyor olub, yəni. Mənə olmamışsan, mənə bax. Yox, sənə yox. Sən əcdasan maşallah. Sən özün dəstək olursan bu dəqiq gənclər. Dəstək nə mənada, necə deyim? Məsələn, çəkişlərə gücümüz çatan qədər dəvət eləmişik. Özünü göstərmək üçün, yəni deyir, mənim belə bir istedadım var. Ta ki biz onu görməsək, mən nə bilim, o elə sözdə deyə bilər. Məsələn, dəstək olmuşuq, çağırmışıq çəkişlərə. Adam var uğurlu alınıb, adam var uğursuz alınıb. Məsələn, bizə neçə dəfə buğlamadan zəng vururdular, tapşırırdılar, gəlsin çəkilsin. Gəlsin çəkilsin, problem yoxdur. Və gəlirdi, bir kəlmə sözü normal deyə bilmir. Ya baxırdıq ki, yəni biz deməklə deyil ki, Allah verən istedad olmalı, bunda yox. Dəstək olmuşuq və dəvət eləmişik də. Qalan ucu onun öz işidir. Onun məharətidir. Məharətidir, bəli. Biz də əlimizi köynəyinə salıb onu oynada bilmərik axı. Nəyi üzr istəyirəm? Yəni köynək dedin və belə verilədin. Bildim də, köynək dedim ki, mədəni olsun da. Başqa, hətta marionetka əlini salsan, oynadırsan. Sən dəvət elədiyin aktora da onu eləyə bilməlisən. Mən özüm neçə kukla teatrında işlətmişəm. Amma sən dedin ki, bir dəfə oynatmamışam. Belə oynatmamısan, hə? Necə oynadılar orada? Belə. Burada belə fərq var. Daha doğrusu, yəni o kuklanı altdan geyinirsiniz də, yəni o mənada deyirəm, belə. Amma belə kuklanı tutmaq olmaz axı. Yox, bildim. Sən necə necə oynadırsan kuklanın içərdən? Bu əlləri olur, bu da başı olur, yox? Yox. Necə olur? Belə. Şeydə də belə gəlir. Belə kukla olur. Yox, əslində bizdə nədir? Altdan taxtaydı. Ayso. Əllərin də 2 dənə teli vardı, amma belə bir şey idi. Yəni hara fırlasan belə bir şey. Mən o şey var, Spakoyno Şimalsıda necə əldir o, hə? O əldir, hə. O biraz daha inkişaf eləmiş forması idi. Bizdə elə o yekə baş kuklalar olur, kağızdan, qəzetdən. O idi, bizdə o idi, ona görə belə bilirik. İndi xanımın cavabı nə yerdə qaldı? Əla. Əla? Bəli, təşəkkürlər cavab üçün. Deməli, bundan sonra sual yadımdan. Belə edərsiniz. Çox sağ olun. Siz sağ olun. Bu qədər danışdıq da, hə, Əli xan. Ağzımız yoruldu, boğazımız qurudu. Bu verilişin bu anında, indi bu anında sizcə nə gedər? Buskola. Bəli, bizim Buskola. xüsusi sponsorumuz olan Naxçıvan dağlarının suyundan hazırlanmış Buskola buradadır. Alqışlayan Buskolanı. Buz kimi dadı, her kurtumda yeni hayatı. Seç bu anı, serinleştir her zamanı. Bax, mahnını da eşitdin Buskola mahnı. Bax, təsəvvür mahnı sənə gəlir. Bu necə oxuyarsan? Ölərəm. Bax, məsəl üçün, Buskola. Buskola, ölərəm. O səs olmalıdır. O kimi xırıltılı olmalıdır. Xırıltılı. Bu qardaşımızın səsi kimi. Hə. Hara fırlasam gəlib səndən. Ay, sağ ol. Təşəkkürlər Buskola. Sağ ol. Maradona qardaşım. Keçək növbəti suala. Maradona qardaşın görürəm burada. Bir dənə xahiş edirəm, yaxınlaşmıra, xahiş edirəm. Sən canım gəl bura, maraqlı gəldin Bir mənə. dənə mikrofon, çox üzr istəyirəm. Oxşadıblar sən Maradonaya? Maradonaya, futbolist, dünya şöhrətli futbolist. Yox. Oxşadı, kim oxşadıblar? Heç kimə. Dünya ulduzlarına. Heç kimə. Heç kimə. Uzun ağzı qənət. Xızıdakı. Alqışlayan Qaqabəndi.
Salamlayıram sizə İlkin bəy Salam ilk öncə. qardaşım. İlkin bəy, saçınızın tökülməyini kompleks elədiyiniz üçün Instagram paylaşımınızda saç əkdirdiyinizi gördük, amma hələ də o əkilən saçları görə bilmirik. Elə bilirəm saçınız çıxıb kinoteatrlara verilib, amma hələ YouTube-a düşməyib. Sizin nə vaxt saçınıza arxaya darayan vaxtı görəcəyik? O sənin qismət olmayacaq. Mən deyim də, o çox adam soruşur məndən. Əziyyət çəkdim, 8 saat, bu 4 saata buradan çıxardılar, 4 saata buraya əkildi, 8 saata uzun prosesdir. Sadəcə olaraq saç saxladım, heç kim mənə elə qəbul eləmədi. Kimin yanına getdim, git saçı qıtdır, səncə məzələnmə, iki kişi səncə. Ciddi almadılar da məni heç kim saçla. Daradım elə, nə qədər dara qaldım tökdüm evə ki, belə darayacam, belə darayacam. Heç kim qəbul eləmədi. Amma özün də imkan vermirsə saç çıxsın da. O saç Yox, çıxır, çıxanda da biraz belə Kənan saçı kimi çıxır da ölsəm. Belə də olmaz da yəni. Kənan da saç əkdirmək istəyir. Bəli. Ona tövsiyə elərsən. Bir də mən saç barəsində biraz ehtiyat eləyirdim. Bir sən ya dedim mən saçımı elə yerdə əkdirəcəm ki, deməsinlər ki, bunun əkəni belə-belə olsun. Ay sağ ol. İndi inşallah bir dəfə də geçsəm, ondan sonra uzadacağam, amma inanmıram. Bu dəfə hardan götürəcəklər? İndi mən səni lap dəqiq axırda deyərəm də onun. Çünki ya bizə elə belə yaraşır. Və valla mən Əlxanı saçla təsəvvür edə bilmirəm. Doğrudan belə Şəxsən mən özümü də. Mənim çox uzun saçlarım var idi. 2012-ci ilə kimi, 2013-dən dedilər ki, biz gedirik qardaş. Və yuxarıda miqrasiya elədilər aşağı. Saqqalda kimsə qaldı, kimsə sinədə ilişdi. Sənin də adam var yaraşmır keçə. Məsələn, sənin də yaraşır. Baş formasından Baş formasından. Məsələn, o belə interesli başlar var. Məsələn, o an yaraşır. Biz keçəl deyilik axı, bu alnımızın davamıdır. Bəli, bəli. Aysa, alnımızın davamı. Anlaçıq. Anlaçıq. Allah, Talih Yüzbeyev necə qocalıb? Alqışlayaq. Frame. Welcome, welcome. Hello. Hello How are there. you? What's your name? Han. Hunt, Alan Boyd, Australia. Oh, Australia. Keçin, keçin. That's amazing. Belçika. Welcome. Alqışlayaq. Australia'dan gəlib. Australia. Salam aleyküm. Müəllim yuxudan indi durub. This is our comedy TV show. Comedy TV show. Mən təşəkkürümü bildirirəm Talih Yüzbeyev dostumuza ki, yuxudan duran kimi biraz qocalıb, biraz problemləri var. Emil Abdullayevin ad günü işli gəldi. This is a surprise that you come here because we're making a TV show and you. Oh, I didn't know you were making a TV show. I just come for a pint. Görün arız çölə This is çıxanda. our comedy actors and we are TV presenters. Yeah. Thank you. Kameracı, aktör i rap. And also rap Rap, is the musician. music, is the love, is the peep, Oh, is the okay, pop, yeah, is the rap, walk, okay. is the legs, is the Eminem, Tupac. Okay, so I shouldn't hold you up any longer. Müəllim, Getmək istəyir. geyiminizə görə təşəkkürümü bildirirəm sizə. Alqışlayın müəllimi. Bəli. Toyuq ata. Six pie. Bizim raket atan xanımımız var. Raket atan. Çox xanımlar ehtiyatlı ehtiyatlı ol. Boyuna baxma. Dəyişik Elə suallar sual verir. verir ki, qonaqlar belə... Can canım. Hə, Talihin belini qırmışdı. Talih var o, Yüzbaşov. Bildim, Yüzbaşov. Bəli, Yüzbaşov var idi oradan qabılə. Mən Günel Kərimli. Raket atasız gələn? Yox, bu dəfə sadə sizə. Hə, Sizin buyurun. xətrinizi çox Yaxşı istəyirəm. qurtardın. Məndə o bəxt var ha. Gedim məsələn tünlük olan yerə biri bir dənə raket atsın, gəlib düşəcək düz mənim dal cibimə. Məndə o bəxt var. Buyurun. Fikrimcə siz çox səmimi insansınız, həyatın çox üzün görmüsünüz. Hazırda məşhur aktyorsunuz və maddi gəliriniz kifayət qədər qənaət bəxş eləyir. Adətən verilişlərdə tanınmış insanlardan ən çox nə qədər qazandıqlarını soruşurlar. Amma bu etik olmadığına görə mən sualı belə vermək istəyirəm sizə. Möhtac olduğunuz ən kiçik pul nə qədər olub və bu pula görə nə eləmisiniz? O laf gedir, çıxır tələbəlik illərinə. Çünki o vaxtı əgər heç yerdə işləmirdi, çəkilişlər heç belə demək olar ki, olmurdu. Çətin bir vaxt idi. Yəni onda da gedirdi Novruz çəkilişlərinə falan o massa belə də yəni. Belə deyim, 7-ci sinifdən Salyan Dövlət Kukla Teatrında işləmişəm, aktyor kimi. Uşaq idim, məni götürmüşdülər ştata. Sonra indi Sənət Universitetində gəldim və çətin günlər başladı, nə məndə başladı? Kirayə, biraz belə zəifçilik, onun da çətin dövrlər idi. Təsəvvürlə, indi biraz ağlamaq kimi çıxmasın. Yox, nə var o? Bizdə Fatimə vardı, qrup yoldaşım. O stipendiyasını mənə verirdi. Mən bilirdi də vəziyyət odur. Çünki hamının evi vardı, bir dənə kirayə qalan mən idim.
Yasamalı kirayə Rayondan qalır. gəldiyi və görə. Rayondan, Yəni hamı rayon uşaqları idi, amma atası orada əvvəldən gəlib qalıb, ev eşikləri var. Uşaqlar hamı evinə gedib, bir də mən idim, kirayə gedib qalırdım. Çox çətin vaxt idi. Məsələn, elə gün olub ki, jeton olmayıb. Məsəl üçün, qrup yoldaşımdan almışam ki, ver də bir də mən falan yerə gedirəm. Axşam indi qaydanda da piyada. Sonradan İncəsənət Üniversitetini bitirdim, getdim əskəriyə qayıtdım. Qayıtdım yenə teatra. Gördüm alınmır. Yəni teatrla dolanışıq heç cürə düz gəlmir. Sonra bizim Vüqar var dostumuz. Dedi mən neçə ildə klonu işləyirəm, bəlkə sən də qoşulasan. Qoşuldum, ondan sonra xırda əlimizə 5-dən 3-dən gəldi və dediyiniz kimi ilk qazandığım pullarda kirayə pulunu verirdim. Ki bu aydan o aya ötürüm, o aydan boya ötürüm. Həmişə də dedim ki inşallah bir gün çıxacaq qabağıma və mənə bir dənə təklif eləsin. Mən özümü bir dənə sübut eləyim də heç cürə şey eləyə bilmirəm. Kanala düşə bilmirəm də. Hələ uzaqdan nə qəşəng istedadsan, oldu çox sağ ol, çıxla getdilər. Ayı ötürə, o klon işi də valla o qədər çətin bir iş idi də. Əlxan təsəvvürlə adam var məsələn klonu bilir də bunun altındakı adamdır. Adamda var. Oynadığın yerdə Zubasiskanı elə yerindən batırır ki. Düz bir həftə adam ayaqüstə gəzir. Oturmağa risk eləmirsən də birdən nəsə olar. O çətinliyi keçə ta ki bu da bu. Bizim Emil'lə birinci layihəmiz. Bəli. Ondan sonra Bozbaş Pictures, ondan sonra Uğlama, sonra Komedixana, indi belə də sonra biz filmlərimiz, sonuncu da bizim eltilər. Yəni qurban Allahın bugünkü gününə şükürlər olsun, amma bura gələnə kimi nə zülümlərdən keçmişik bir Allah bilir. Klon işləyəndə başına nəsə belə qeyri-adi nə hadisə gəlib? Bir dəfə restoranların birində girdim, gördüm hamı kişi məclisidir. Bunlar da bizi çox istəydilər və bunlarla biz zarafat eləyirdik, bunlar o zarafata gülürdülər. Yəni uşaq məclisi deyil də, bunlar da bizi çox əvvəldən tanıyırdılar. Bu qayıtdı ki, sən bir dənə onunla zarafatlaşdılar. Mən də elə şeydən belə çəkinərəm, dedim, yox sən Allah. Ya yox, dostumuzdur, zarafatlaş, bir dənə öp ona, qucaqla falan. Mən də getdim belə, qerim indi balaca vurursan da pamadda yapışır onu. Bu beyni çönmədi. İndi bu mənə deyən ki, narahat olma, mən buradayım, o yaxınlaşmır. Adam yoxdur. O mənə çəkdi, mən belə şey dirədi ki, sən bir hala düşdüm. Bərəkətə and olsun. Əynin başım oldu suyun içində. Olur da səndim bu lap sonda da. Mən bunu silah bilirəm də. Bu da axırda sən demə gəlmədi ki, narahat olma, Zajqalkadır. Zajqalkanım sən mənə narahat dedi. Tərim 2 dəfə tərrədim, qurudum ondan sonra. Olur da Zajqalka silahlar var. Toçun bir dəbir idi də. Bu da öz aləmdə mənə zarafat edir. Adam insan məncə şeytan qoydu içinə, atdı da. Yəni var belə çətinliklər olur. Qazandığımız pullarda belə deyim də dolanışıq üçün xərcləyirdik ki bu günlərə gələk çataq. Maşallah da. Qan elədi? Bəli, çox. Yoxsa kötü verim, dağılışaq çəkilir. Yox, qan elədim. Mənim ilkinə bir sualım var. Buyur necə? Özün yemək bişirmirsən və axırıncı nə vaxt olub bu? Ya bişirə bilirsən ümumiyyətlə yemək? Yox. Heç eləmirsən. Heç yemək bişirə bilmirəm. Yəni səncə səbrim yoxdur mənim. Yəni onu belə elə bunu. Tək sən acından ölürsən, hər şeydə var. Düşüb nəsə alaram da, yəni heç vaxt eləməmişəm. Məsəl üçün bax, düşüb nə alarsan? Düşüb kalbasa alaram, sasiska alaram. Ay sağ ol. Sasiska kalbasa dedin, sözümü ona gətirirdim. Bizim burada xüsusi sponsorumuz olan Səhyalı şirkətinin Hala Neymət Min Bərəkət kalbasaları buradadır, məhsulları buradadır. Xahiş edirəm, almışlayaq kalbasa, sasiska. Sağ ol, Hala Neymət Min Bərəkət. Qardaşım, mən hardansa tanıyıram. O göy-göz kosanı, sən o adı qoymuşsan ona. Çıxanda ondan kimsə məndən istəyə qonan and olsun. Yox, indi sənə bir söz deyim. Paylaşacağam. Mən bilirəm ki, 10 ildən artıq biz bir yerdə çalışırıq, işləyirik. Sənin ən sevdiyin yemək, məhsullardır. Baba, kalbasadır, soslardır. Sən bunlarla yaşayırsan. Sevirəm, hə. Doğrudan deyirəm, ciddi deyirəm. Bunlar hamısı səndir. Çox sağ olun, təşəkkür edirəm sponsorumuza. Rayona gedəndə İlkin həmişə həmişə yoldan alıram. Marketə girir Nadirlə, bizim aktyor Nadirlə. Kalbasa, sosis, ölür olsun. Yəni, başqa yemək olmasa ondan sən dolanarsan, mən bilirəm. Yox, başqa yemək yesək belə. Yenə də ondan yesək. Çıxıb ondan mütləq bir də yeyəcəm, atışdıracam ən azı belə. Sağ olsun, Səhyalı şirkəti. Sağ olsun, Min bərəkət, Hala Neymət. Salam, xoş gəlmişsiniz. Xoş gəldiniz. Hər vaxtınız xeyir olsun. Salam, çox sağ ol. Ötən buraxılışların birində Müşfiq Şahverdiyevə sual veriləndə ki, tərəf müqabilə olduğunuz aktyorlardan sizə daha çox gülməli gələn hansıdır? Müşfiq bəy Elməddin, Fərda və İlkin Miskərli adlarından sizi seçmişdi. İndi mən də sizə sual vermək istəyirəm ki, bəs siz tərəf müqabilə olduğunuz aktyorlardan daha çox kimə gülürsünüz? Nicat Rəhimova yoxsa Müşfiq Şahverdiyevə?
Oy dədəm vay. O Suala çətin bax. sualdır. Çox çətin sualdır. Ha. Vallah bax, səmimi deyirəm. Onsuz da mənim isə səmimi olmuşam. Mənim də belə. Komediya tərəfdən götürəndə, məsələn, güləcəyim, adlarını çəkmədiniz də. Güləcəyim məsələn çox deyəndə ki, var da, yəni dostlarımız var. Amma seçim Nicatla Müşfiyə qalanda hər ikisinə gülürəm. Bax, Nicat özü də Allah şahid. Müşfiqin özü də öldürür deyə gülməkdən çəkilişdi. Həmçinin də Nicatla. Bax, rayonda bir dəfə çəkilişdə olun. Ancaq ha-ha, hi-ha, biz öz aramızda və yaxud da çəkilişdə. Suya düşdünüz, avtomatik çıxarsınız suyun üzünə. Başa Bu nə hərəkətdir ki? Mənə bax. 40 yaşım var, üstüne mandalin çıxırsan. Deyirəm, nora deyil, səs yazıram. Həmçinin də Müşfiqlə elədi. Filmdə də elədi, nə bilim, bəzi seriallarda oynamışıq, orada da elədi. Mən bunları bir-birindən ayıra bilmərəm. İlkin başa düşürəm ki, çətin seçimdir Nicatla Müşfiqin arasında, amma bir nəfər seçməlisən. İstəyirsən heç kimin xətrinə deyməmək üçün mənə seç. Yox, sən ürəyimsən, o heç də. Mən sənə belə deyim də, ən çox o komediyadan çox o dram tərəflərini görmüşəm və Sən mən bəyənmişəm. başqa tərəflərimi görsən, laf İndi bu gün tanış olmuşuq, gələcək dostluğumuz qabaqdadır. Amma Bəs Nicat, yoxsa Müşfiq? Amma bir nəfər seçməlisən, yoxsa hesabı bağlamalı Mən olacaqsın. burada olduğuma görə belə narahat Yox, olanı deyirəm. Müşfiq keçən dəfə 3 aktyorun arasından səni seçdi. Elməddin idi, Fərda idi, bir də sən idin. Səni seçdi. Axı mən ikisinə də doğrudan gülürəm. Yox, bir nəfəri seçməlisən, o dəxli var. Və məsələn, bizim həsrətə də gülürəm. Yox, bir nəfəri seçməlisən. Onda hesabı bağla. Nə deyirlər, sən nə yemsən? Yemişik də. Şinyat? Pizzadan zaten yemişik. Yemişik, nədir yemişik? Yemişik, hə. 200-300 manat. Mən bəlkə o stolu bağlayayım. 200-300 manat eləyəcək. Hansı masada əyləşmisiniz? Ha, orada yaxşı baba. Bunlar dağıdıb töküblər ki stolu. Sən Müşfiq qədər olmadın. Müşfiq 3 nəfərdən birini seçdi. Sanırmısın deyirəm, bunlar ikisi də mənim üçün o eyni. Sən də Müşfiqi seç, söhbəti bağlayaq da, Nicat da incisin sən. Yox da, onda Müşfiqi seç, mən sənə incimirəm. Mən istəmirəm hesab verəsən. Seç Müşfiqi. Yox, elə şey yoxdur. Hesab versəm belə, mən ayıranmərəm siz bir-birinizdən. Vallah deyirəm ki, ikisinə də gülürəm. Yox. Allah şahididir. İkimizin də layihəmizi Emin çəkib. Emin, bax, Müşfiqlə də özün görmüsən gülürəm, həmçinin Nicatla da. Nicatla filmdə dizimizi qoyuruq, ha-ha, Müşfiqlə də həmçinin. Nicat özü də Müşfiqə gülür. Bəli. Çünki Müşfiq də çox şirin aktyor, çox yaxşı oynayır. Amma mən verişdə dedim ki, o qədər aktyorlarını çəkilmişəm. Hamısı dostlarım, qardaşlarım, istedadlı uşaqlardır. Amma mən verişdə səni seçmişdim. Öpürəm səni. Yox, doğrudan səmimi. Müşfiqin qəşqi də şitliyi də var ha. Nəyi? Şitliyi. Müşfiq ürəkdir. İlkin hesab ödəyir. Bəli. Unibankın post terminalı gəlsin, xahiş edirik. Bəli. Görsən Nicat necə adamdır, seçərdin də. Gördüm. Seçərdin onu. Mən Ev yox, mən də nə dostlarım. Xahiş edirəm, yaxınlaşdırın. İlkin yaxınlaşdır kartı. Bəli. Qorxma. Hesab ödədi ilkin. Dövrümüzün əsas problemlərindən biri piylənmədir. Piylənmənin də əsas səbəblərindən biri insulin dirənci ola bilər ki, bu da yüksək iştah, şirniyyata meyl və davamlı aclıq hissi yaradır. Bunların qarşısını almaq üçün alfa-xrom köməyimizə çata bilər. Alfa-xrom iştahı azaldır, insulin dirəncini azaldır, qarın və bel nahiyələrində piy qatlarını azaldır, şəkər və şirniyyata meyl azaldır və qaraciyər yağlanmasını azaldır. Hələ üstəlik tərkibindəki alfa-lipol turşusu qüvvətli antioksidantdır. Bu da qocalmağın qabağını alır və dərini cavanlaşdırır. Alfa-xrom İtaliya istehsalıdır. Təşəkkürlər Alfa-xrom. İlkin bəy, mənim sizə belə bir sualım var. Deyirlər ki, Seyirli Xalat filmindəki Rəşid sizsiniz. Bu doğrudur. Kim mənə? Seyirli Xalat filmindəki Rəşid. Bəli. O mənəm. Zərifət elə Rəşid. Mən bilmirəm, sizsiniz. Eldar! Buradayam Rəşid! Bu saat çırağbanı yoxlayırıq! Sizsiniz? Yox, mən sən səhv məlumat veriblər. Mən orada o muzeydəki xanam. Xan? 1000 fərsəx yol keçir. Yoxsa mən doğrudan da... Əsədullah xan, İbn-i xan. Rəşid hal-hazırda Amerikada yaşayır, səhv eləmirəmsə. O film çəkiləndə heç mən anada olmamışdım. Rəşid mən necə ola bilərəm? Mən elə bilirdim o sizsiniz. Ona görə gəlmişdim ki, bu sualı verim. Orada belə şairlər gəzirik, mən də belə bir şey eşitdim. Rəşid mənəm. Valla mən mənə əgər oxşatsızdım, mən o xana daha çox oxşayıram. Saç falan, biraz boyzat. Məncə də, səs tembri falan, oyun. Hə, amma o Rəşid yox. Rəşid ola bilər deyib, incə-mincədir Nicat. Yox, mənə başqa aktora oxşadırlar. Orada kimə?
Hə? Orada həmən Oradakı- film. Sən- Yox, başqa Sehrli xalatdakı filmlərdədir. xalatsan, Baxmamışsınız, bəlkə də. Hə? Sehrli Xalat, xalatdakı hə? xalat. Əlixan orada bilirsən kimə oxşayır ən çox? Şahın yanında var. Bəlkə o bizi qurbağın yanına. Sınağı yerdən vermək istəyir. Qırqır. Mənə qarşı təhlükə var. Elədir hökmdar. Ulduzlar göydə dəhşətli hadisələr göstərir. Biraz ona oxşayır, biraz. Ha, o da. O Çıx da, get o da. qardaş, ha, o da. Təşəkkür Səhv edirəm. gəlmisən, Sağ ol qardaş. Gedim Yola mən salaq qardaşım. Ha, o da. Sənin haqqında doğrudan son vaxtlar belə şayiələr, xəbərlər, məlumatlar çıxır. Bu yaxınlarda çıxmışdı ki, İlkin Göy ölüb. Var idi də belə Doğru, ay xəbərlər. üçün, o nə idi? Özün də götürdün, çəkdin, paylaşdın. Özüm sağ ol. yoxdur. Hə, inan bir hala düşdüm onda. Ölməmişdin, sağsan oturub baxsan ki, ölmüsən, pis oldun, hə? Ki, Altına da elə bir ölmədin. musiqi qoyublar. İnan baxdıqca kövrədirəm və gözümün qabağına gəlir ki, mən ölmüşəm. Mən Ya, sənə bir bu- söz deyim də. Bir Hə. 3-4 ay əvvəl onu mənə üçün də eləmişdilər. Demək səhər-səhər durdum ki, mənə nə qədər zəng gəlir və hamı da mənə atıb da onu. Qaqa salam necəsən? Heç kim risk eləyib ölmüsənə sual verməyib də. Necəsən, necə? Yığmışam birinə ki, lap elə bir İraq mənəm. Mənim yığıb nəyi soruşacaqdım? Hadi ölmüşəm. Mənəmsə də yığ başqasına deyən salamatçılıqdır. Mənə yığıb məndən soruşurlar. Ölmüsən, ölməmsən. Ölmüsən qardaş, ölməmsən. Demək olur. Həmən dəqiqə götürdün, gördün, çəkdin, paylaşdın. Yox. Elə bir ki, onun gecəsi paylaşdım, amma səhərsi günü yenə də mən o atmışdılar ki... Bütün saytda yazmışlar. Nicat, məqsədi nə idi? Mən bilmirəm. Onu O səhifəni qaldırır. Bir çox aktyorlar bəli görmüşəm. Səhifəsini qaldırır. Baxış saylarını, yəni followerlərini qaldırır və sonra səhifəni satır. Tanınmışın həmin o X şəxsin qohumları görə bilər, anası, Mən də onu atası, deyirəm də, uşağı. bəli. Adam narahat olur. Yəni o zarafat kimi zarafat da deyil də. Yəni o niyə eləyəsən ki? Heç nədir. Heç nə də ayıbdır yəni o. Mən də özümü tuturam o adamlar ki, ayıb olsun. Mən sizə deyim, Nizata vaxtı mən paylaşmışdım açığı. Yəni İlkin ölməyib, sağdır. Buradadır. Buradadır, bəli. Süni intellekt deyil, özüdür. Bayaqdan fikir versəm, əlim dayanmır, onu götürürəm, bunu götürürəm. Bu da nədir hamısı? Nədir? O qədər gözəl dadlı təamlardır bunlar. Çox qəşəngdir. Əsl sənlik yerdə biləsən də nəyə görə deyirəm. Ay sala, olmadı ki. Verişdən sonra. Gez niyə yatıram səhər 8-də? Bilirəm də, hə. Bunlar eləyirəmsən. Mən təşəkkürümü bildirmək istəyirəm Irish Bay Hollywooda. Sağ olsunlar. Belə bir gözəl şərait yaradır. Atmosfer bax super. Super də. Təşəkkürlər Irish Bay Hollywood. Əvvəla hər birinizi salamlayıram. Çox sağ olun. İlkin bəy, sualım sizə belədir ki, siz bir açıqlama vermişdiniz ki, atanız həkimlərin səhv ucbatından dünyasını dəyişib. Ona görə də siz doktor Qılman Hoca obrazını yaradıb o tip həkimlərdən qisas almısınız. Sizin aktyorluğunuz sayəsində yaratdığınız obraz bu qədər uğurlu alınıb, yoxsa mövzunun kökündə bir qədər kədər var deyə belə uğurlu alınıb? Hə, çox maraqlı sualdır. Deyirəm ki, bəlkə də o həkimin elədiyi o səhv olmasaydı, bəlkə də indi Qılman olmazdı. Yəni Qılmanı sevə-sevə və o pis həkimdən, yəni ona sübut eləmək üçün ki, səni kimi həkimlər və sən kimlər ki, nə qədər var, mən Qılmanın əli ilə sizi göstərəcəm. Yəni o həkim, belə deyim, Qılmanın 50% mən yaratmışamsa, 50% də həkim yaradıb. Doğrudanmı necə olub bu? Allah rəhmət eləsin qəni. Atam bir xəstə idi və onkoloji xəstə idi. O onkoloji xəstənin də dərmanlarını gedib aptekdən rahat şəkildə almaq olmur. O resept yazılmalıdır. O reseptlə olur və ona da hər rayonda bir həkim cavabdeh olur da. Yəni o gəlir xəstəyə baxır, diaqnoz qoyur və yaxud da diaqnoza baxır. Bəli, onun dərmanlarını, o iynələr ki var, ağrı kəsicilər, o onun tabiçiliyindədir, o verməlidir. Mən də o həkimə bir dəfə, 2 dəfə, 3 dəfə axıram, hə nə olub, lap bezdirdiniz, yəni hə mən falan yerdə yeyib içməkdəyəm. Dedim axı bu pis ağrıyır da, bunun ağrısını ancaq səndə olan iynə kəsə bilər. Mən onu hardan tapım? Həkiyə gələrəm falan. Dedim salam melek. Ondan sonra elə oldu ki, elə çəkilişlərdə o həkim obrazı vardı. Elə onu keçirtdim ora. Bir dənə onun adını qoymadım. Mamam dedi ki, bala, lap onun adını qoyma həkimin. Lap belə şey eləmə də. Yox. Adını başqa elə. Amma qisas demirsən belə ala, rahat olaram, oyna. Və oynadım, hə. Sonra elə oldu ki, o həkim özü də o xəstəlikdən dünyasını dəyişdi. Doğrudan sən? Hə. Bunu bilmirdim. Hə. İndi o, yəni onu mən yenə demiş azığa oynamışam, amma sonra da sevildi oldu Qılman. Və təkcə o həkim yox da, bax, çox elə həkimlərdən qisas aldım. Tək bizdə olan deyil də, nə qədər respublikada olub, sağ ayaq qalıb, sol ayağı kəsiblər, nə bilim, xəstənin qarnında qayçı qalıb, telefon qalıb. Əslində İlkin düzür ya, yəni yaxşı həkimlər də var. Çoxdur, yaxşı həkimlərimiz çoxdur. Pis həkimlər də var. Pis həkimlər də var. Bir dəfə
rayonda çəkilişdə idi, bir dənə klinikada çəkirdik. Bir dənə həkim gəldi, ya yekə oğlansan, sənə nə pislik eləmişəm. Dedim, nə pislik, dedi, gəl bura. Getdim otağın ağzına, dırı qılman. Əsladır. Deyir, ya qardaş, içəri baxanca gülürlər çıxırlar. Elə bilirlər sənsən içəridən, amma gülüş üçün gəlir. Dedim, oğlan, təsadüf olub da, mən nə bilim, dırı qılman hardan bilinir? Ya o həkim də burası mənim ucbatıma yandı da yazdı. Yandı getdi. İndi bərbər işləyir. Yəni belə, yaxşı həkimlər də var, pis həkimlər də var. Yəni Yasımın da qadasını alın. Aysə varın da qadasını alın. Belə qane elədi. Bəli, çox sağ olun. Düzdür, mən də belə deyim, tanıyanlar tanıyır. Həkim sevənəm. Necəsə həkim sevənəm. Sən sevərsən. Nə olur, qaçıram həkimə. O saat həkimə qaçıram. Amma İlkinlə biz, yenə deyirəm, artıq 10 ildən çoxdur bir yerdə çəkilişlər falan. İlkinin də bir dənə belə yüngül narahat olduğu bir his olur. Məsəl üçün, nə bilim, yemək yedi, su içdi, ay sancılandım, qaçır çıxır gedir. Hara lazımdır ora. Hara lazımdır ora. Hə, yəni yolda olub, çəkilişdə olub, çəkilişdə yanıb, yarımçıq qalıb. Yəni için onun çarəsi var da. Yəni onun çarəsini mən tapmışam. Nədir ki o, nədir o? Linux Forte. Aha. Əsl mənlidir. Linux Forte faydalı bakteriyaların hesabına bağırsaq mikroflorasını balanslayır, şişkinlik hissini azaldır və həzm prosesinə kömək olur. Xüsusilə qidalanma rejimini dəyişdirən və yaxud antibiotik qəbulundan sonra balansa ehtiyacı olan insanlar üçün Linux Forte birmənalı şəkildə lazımdır. Çünki Linux Forte Avropa keyfiyyətli məhsuldur. Hə, bu həmişə səndə olsun, sənin yanında olsun. Bu da sənin dostun olsun. Hə. Mən bilirəm ki, sən bu ilə xoşbəxt bir həyat yaşayacaqsan. Görək də, görək. Narahatçılığa son. Linux Forte. Təşəkkürlər, çox sağ olun. Təşəkkürlər. İlkin, Nədir kən? gəldin kən, Nə gəlmədim kən? Görmədin kən? cavab verdin kən, indi gəl sənin səmimiyyət faizi bölçək. Aha. Kim düşünür ki, ilkin səmimi idi, göy işarələri qeyri-səmimi idi, qırmızı işarələri qaldırsın? Buyurun. Və açıqlama verəcək ya, niyə sən? Qırmızı olsa niyə? Bir dənə qırmızı var. Bir dənə qırmızı. Bir dənə qırmızı var. Onu ancaq bu İki dənə eləyərlərdi. qırmızı. Buyur. Kanı niyə qırmızı qaldırıb? İlkin bəy bir sualında səmimi olmadı. Xanım olsam mən ilkin eləyərdim ona görə. Nə danışır? Xanım olsaydım ilkini eləyərdim. Diyor, onu demədim. Bu sualdan qaçdım, belə düşünürəm. Sağ olun. Bir dənə onu ver. Mənim xanım olmağın sənin neyvə lazımdır? Yuxarı sualıma devam edin. Dudu, sən nə var? Sən mən belə cavab verərdim ki, Ya, sən xanım olsaydın ilkini eləyərdin. özüm kimi birisini axtarardım. O da deyərdi Kənanla sevgili olardım. Bunu desəydi razılaşardım. Desəydi Kənanla sevgili olardım bəlkə. Desəydi razılaşardım. Kənanla? Mənlə. Mən. Ey toba. Səninlə niyə sevgili olum ki? Göy eləyirəm göy. Göyü qaldırdı, əsas göyü Qaldırıram, qaldırdı. eyb yoxdur. Göy qaldırdın. Allah köməyin olsun, çox sağ ol. Qaldırdım. Qaldırdı. İlkin Ay can. qalib gəldi. Durun məndə. Yox, sən əyləşdə, qonaqsan. Yaxşı. Böyük ürəkli Kənan, çox sağ ol ki, sən Çox sağ göy ol, işarəyə Kənan. dəyişdin, baş əyirəm. Bəli. Təşəkkür edirəm. Var o. Bizim baş sponsorumuz olan, Unibankın bəli, post terminalı gəlsin. hesabı şəxsən həmişə kimi özüm ödəyirəm. Mənim prodüserim olan Nicat Rəhim. Baxmadı ya hesaba. Almışdım mən, elə baxmıram, Heç nə daha ödəməliyəm də. İlkin, sağ ol ki, gəldin. Siz sağ olun, çox sağ Biz olun. onsuz da bilirik ki, sən bu verilişdə varsansa, çox maraqlı keçəcək, çox güləcəyik, nə bilim. Doğrudan bu verilişdə bizi həm kövrətdin, duyğulandıq doğrudan da, bəzi sözlər var idi orada, cümlələr var idi. güldürdün. Amma yox, çoxlu da güldürdün, həmişə kimi. Var ol, çox sağ ol. Sağ olun, çox sağ olun, siz sağ olun. Minnətdarıq sənə. Mən də Və növbəti dəfə kimi görmək istəyirsinizsə, şərh bölməsində bu videonun altında yazırsınız. Biz isə o qonağı zəng vururuq, dəvət edirik və gəlir bizim verilişin qonağı olur. Gələn görüşlərə dək. Hələlik. Sağ olun. Baby, can't you see I'm calling? A girl like you, she was born